Salam dəyərli şagirdlər. Gəlin riyaziyyat toplusundan növbəti sualın izahı ilə tanış olaq. A və B natural ədədləri üçün C bərabərdə A çıxılsın 5, 3B üstəgələk 1 tək ədəd olarsa, AB hasilinin ən kiçik qiymətini tapın. İfadənin qiymətinin tək ədəd olması üçün ifadəni təşkil edən vuruqların hər birinin qiyməti tək ədəd olmalıdır. Bu halda həm A çıxılsın 5 ifadəsinin qiyməti tək ədəd olmalıdır, həm də 3B üstəgəlinsin 1 ifadəsinin qiyməti tək ədəd olmalıdır. Çünki iki tək ədədin hasili bizə tək ədəd verir. 3B üstəgəlinsin 1 bərabərdir. Burada biz B-yə minimum 1 qiymət verə bilərik. Çünki A və B natural ədədlərdir. Bu zaman 3 vurulsun 1 üstəgəlinsin 1 bərabərdir 4. İfadənin qiyməti tək ədəd olmalıdır. Ona görə B-yə 1 qiymət verə bilmərik. 3B üstəgələk 1 ifadəsinə biz B-yə 2 versək, 3 vurulsun 2 üstəgələk 1. Bu zaman ifadənin qiyməti 7-yə bərabərdir. Deməli, buradan belə nəticəyə gəlmək olar ki, B-nin qiyməti 2-yə bərabərdir. A çıxılsın 5. Bu ifadəyə isə biz minimum 1 qiymət verə bilərik. Bu zaman A-nın qiyməti 6-ya bərabərdir. Bizdən də AB hasilinin ən kiçik qiymətini istədiyinə görə A-nın qiyməti 6, B-nin qiyməti 2, AB hasili isə 12-yə bərabərdir.